Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq dinləyiciləri, məktəbimizin doğma səsi hər birimizin qəlbinə vətənpərvərlik ruhu aşılayan gələcəyin işığı FM radiosunun növbəti dəfə efirdədir. Mikrofon qarşısında mənəm, 4A sinif şagirdi Mələk Babayeva. Bugün təvqifimiz 25 may tarixini göstərir. Bugün bizim üçün sadə bir təvqif günü deyil. Bugün məktəbimizin məzunu 1-ci Qarabağ müharibəsinin iştirakçısı şəhid Mais Mirzəcanovun doğum günüdür. Gəlin qəhrəmanımızın şərəfli xatirəsini və onun simasında bütün şəhidlərimizi birlikdə yad edək. Mais Mirzəcanov 1975-ci ilin məhz bu günündə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açmışdır. O, vətənimizin ağır sınaqlar qarşısında qaldığı 1-ci Qarabağ müharibəsinin illərindən gənc yaşda silaha sarılaraq torpaqlarımızın müdafiəsinə yollanmışdır. Hərbi xidməti dövründə sürücü kimi fəaliyyət göstərən Mais, cəbhənin ən qaynar nöqtələrində hərbi təlimat dayanmış döyüş yollarında göstərdiyi fədakarlıqla əsgər yoldaşlarından hörmətini qazanmışdır. Haqqında bəlkə də tarixi çoxlu səhifələrində rəsmi və uzun cümlələr yoxdur. Lakin onun ən böyük bioqrafiyası 1994-cü ilin 1 may tarixində şəhidlik zirvəsinə ucalmaqla yazdığı qəhrəmanlıq dastanıdır. Bizim məktəbimiz təkcə elm ocağı deyil, həm də həqiqi qəhrəmanlar yetişdirən bir vətənpərvərlik məktəbidir. Bugün biz Mais Mirzəcanovun xatirəsini anarkən 2-ci Qarabağ müharibəsində 44 günlük Vətən müharibəsində tarix yazan digər şəhid məzunumuz Vüsal Kazımovun da adı böyük qürurla qeyd edirik. 1-ci Qarabağ müharibəsində Maisin göstərdiyi sarılmaz iradə, 2-ci Qarabağ müharibəsində Vüsalın nümayiş etdirdiyi qəhrəmanlıqla birləşərək bizi zəfərə apardı. Onlar fərqli zamanlarla eyni amal uğrunda vətən torpağının bütövlüyü naminə canlandıran keçdilər. Bugün iki nəslin şəhidlik hekayəsi bizlər üçün azadlığın nə qədər baha başa gəldiyini ən canlı sübutudur. Məktəb kollektivimiz, müəllim və şagirdlərimiz hər iki şəhidimizin Mais Mirzəcanovun və Vüsal Kazımovun xatirəsini hər zaman əziz tutur. Onlar bizim məktəbimizin sönməyən ulduzlarıdır. Məktəbimizdə keçirilən hər bir tarixdə, hər bir anım günündə onların adları ilk sırada çəkilir. Onlar yolların bizə gələcəklərə nümunə kimi aşılayır. Bizim müəllim və şagird heyətimiz mübtədai olaraq vaxtları Yuxarı Nüvədi kəndində uyuyan şəhidlərimizin məzarlarını şirayət edir. Bu zirayətlər bizim üçün sadəcə bir vəzifə deyil, ruhumuzun ehtiyacı və şəhidlərimizin əziz xatirəsinin qarşısında olan mənəvi ehtiram borcumuzdur. Onların məzarı önündə söz veririk ki, bizə əmanət qoyduqları bu müqəddəs torpağı layiqcə qoruyacaq və onların adını dünya durduqca yaşadacağıq. Dəyərli dinləyicilər, şəhidlər ölmürlər, onların daima aramızda yaşayırlar. Mais Mirzəcanovun və Vüsal Kazımovun ruhları bir gün məktəbimizin dəhlizlərində bizim uğurlarımızda və azad zamanımızda dolaşır. Onların adını daşıyan məktəbimizin hər bir şagirdi bu şərəfli adını uca tutmaq üçün var gücü ilə çalışmalıdır. Sizinlə mən idim Mələk Babayeva, Gələcəyin İşığı FM radiosu adından vətən uğrunda şəhid bütün qəhrəmanlarımızın Allahdan rəhmət diləyir, ailələri qarşısında baş əyirik. Sağlıqla qalın, şəhidlərimizin əmanəti olan vətəni sevin və qoruyun.